Salam dostlar, bugün sizlerle birlikte trade recap edeceğiz. Bugün hardasa mənfi 220 falan dolar belə bir şey. Stop olduq. İndi isə bunun recapini edək. Start new deyək. Deməli bura gəldikdə mən P3 kəndolmanı. Bura gəldikdə burada nə görürük? Çıxartıram. Bura gəldikdə 1 saatlığa baxanda mikronaşlaq keçək bura. Bura gəldikdə nə görürəm? 1 saatlıq fair value gapın içərisindəyəm. Həmçinin naşlaqda da eyni şəkildə 1 saatlıq fair value gapın içərisindəyəm. Və yəni burada nə deməkdir bu? Mən çox güvən ki, əslində yuxarıda bu new week opening gap var. Mən əslində bura qədər long gözləyirdim. Sadəcə bu fair value gapdan çox qəşəng bir şəkildə reaksiya aldığı üçün, həmçinin fair value gapın içində də bu niyə belədir? Buranı götürək belə eləyək. Aha. 1 saatda fair value gapın içində də olduğuna görə mən burada short gedəcəyimizi artıq düşündüm. Çünki SMT veribdi fair value gapın içərisində, həmçinin gördüyünüz kimi. Həmçinin ES leading idi burada. Yəni ES-də elə bir naşlaq likvidasiya almışdı, ES alamamışdı. 4 saatlıqda da eyni şəkildə bearish idim. Bura gəldikdə isə artıq mən bu SMT-ni görəndə fair value gapın içərisində dedim çox güman ki shortam. Əslində market açılmamışdan qabaq mən gözləyirdim ki short gedək. Gözləyirdim ki short gedək. Həmçinin mən artıq burada əslində bu shortu götürmək istəyirdim. Sadəcə gözlədim ki market açılsın. Market açıldıqda isə nə var idi? Burada London lovlarında bunların deməli SMT var idi burada. Amma SMT mənim üçün çox da vecimə deyil, çünki biasım shortdur. Deməli market açılana qədər nə reaksiya verəcəyini gözlədim. Burada əslində artıq bir GIS gözləyirdim mən. 2 GIS-ni də verdi. Artıq buradan short girə bilərdim. Marketin çox rahat bir şəkildə, yəni short atacağını bilirdim də. Yəni məsələn belə bir şeylər girmək olardı. Hardasa çünki onsuz mən ararı 2 arar falan götürürəm ən çoxu. Burada artıq market açılmalıdır hardasa. Burada gəlir market burada açılmalıdır deyəsən, fair value gap-ə toxunacaq. Burada fair value gap-ə toxunandan sonra artıq mən dedim mütləq şəkildə shortuq. Yəni mütləq şəkildə shortuq. Yəni short olmağımın ən böyük səbəbi də dediyim kimi 1 saatda fair value gap-in içində SMT var, üstə gəldi ki qiymətimiz yəni short belə deyim də low high eləyir ancaq. Həmçinin GIS-i də verdi 1 saatlıq FVG-dən artıq mən all the way shortam. Sonra isə düz SMT var idi, sadəcə bu SMT onsa vecləmədi. Sonra isə mən burada artıq 1 dəqiqəliyə düşdüm. Giriş axtardım səhv eləmirəmsə. Harda girdiyim yadımda deyil, çünki 30 saniyəlik bir fair value gap-də girmişdim mən. O yadımda qaldı ki. ES-ə girdim, çünki ES burada şeydir, leading-də dediyim kimi. Yəni gəlsin. Deməli, mən burada giriş üçün yer axtarırdım. Əslində break-even ola bilərdim burada, sadəcə dediyim kimi. Bir arada getmək yaddan çıxdı. Artıq burada bu, necə deyim, bearish fair value gap-i gördüm. Artıq mənim giriş eləməyim üçün burada continuation blok verməlidir. Və həmçinin onu da verəcəyindi. Artıq oradan girdim mən. Məsələn, mən burada artıq girmişdim. Hardasa belə bir şeydi. Stopum buradaydı. TP olaraq isə 1 saatlıqda order blok var idi, səhv eləmirəmsə, oranı götürmüşdüm. 1 saatlıqda order blok var idi, oranı götürmüşdüm. Amma burada belə bir şey var ki, mən dediyim üçün fikirləşdim ki, buradakı bu SMT var idi. Naşdaqla bu SMT eləmişdim. Naşdaq buradakı likvidasiya almışdı. Bu alınmamışdı. Option, mənim üçün bu bir SMT. Bunu yazdıq kənara. Yəni artıq buradan mən reversal gözləyə bilərəmmi? Amma mənim biasım
short olduğu üçün mən hələ də, yəni dediyim kimi, longam. Ona görə qayıtdım bura. Burada SMT verib artıq. Mən bu SMT verəndə break-evenə getməli idim ki, səhvən belə bir şey elədim. O da ki, mən çıxdım getdim su içməyə. Gəldim gördüm ki, əslində qiymət mənim şeydən gedir. Yəni burada artıq 3 arar götürəcəkdim hardasa. Mən də dedim hardasa break-evenə getməliyəm. Break-evendəki o fair value gap-in, bayaqki fair value gap-in bitişinə qoyacaqdım. Çünki oradan təpləyə bilərdi. Mən də gözlədim. Burada artıq qəşəng getmişdi əslində. Burada yaxşı bir reaksiya alır. Səhv eləmirəmsə, yuxarı gedir, sonra isə aşağı doğru bir reaksiya alır. Amma mən burada gec kimi break-evenə getmədim. SMT ola. Mən çünki buradan həm də long götürməyə fikirləşirdim. Sadəcə mənim günlük bir trade haqqım var deyə onu da işlətdim artıq. Ona görə long götürəmədim. Və artıq burada SMT eləyir. Nasdaq-la ES və mən burada break-evenə getmirəm. Ən böyük səhvim də bu olur və buradan isə artıq reversal verir. Tam buradan. Yəni dediyim kimi əgər şey olmasaydı, günlük limitim qurtarmasaydı, təbii ki, günlük limit deyil, sadəcə özümə qoydum bir limitdir. Təbii ki, buranı məsələn IFV edən kimi mən girəcəkdim. Çünki SMT-im var. High time frame onsuz da mən New Week opening qəfə doğru bir gediş gözləyirəm. Buna görə long da ola bilərəm, amma dediyim kimi 1 saatlıq fair value gap-in içində SMT olduğuna görə mən short idim bu gün. SMT-im var. Səhv eləmirəmsə 1 dəqiqəlik GIC də verir, IFVG də verir artıq. Yəni mən all the way long ola bilərdim bu gün, amma olsun bu gün də belə getdi. Dediyimiz kimi mənfi 220 dollarda bağladıq bu gün. Mənfi 250 dollarda bu gün də bağladıq. Görək gələn dəfə sabah market bizə nələr göstərəcək. Belə sağ olun dostlar, izlədiyiniz üçün təşəkkürlər. Öz strategiyamın olduğu bir videoda paylaşacağım inşallah. Bu yaxınlarda görüm hardasa bu həftənin sonlarına falan 20-25 dəqiqəlik bir videoda bütün strategiyamın nə olduğu haqqında sizə bəhs edəcəm.